6-ya gəlin gedək. Which of the following options arranges the sentences in a logical and meaningful story? Hekayə düzəltməkdən söhbət gedir. Hekayə düzəltmələri mən sizə belə bir şey öyrədim. Variantlarla işləyin. Hər variantın birinci və sonuncu rəqəmlərinə baxın. Məsələn, götürək, tutaq ki, cümlə itdən başlaya bilməz. 2 gedir, varsa, yox, C variantı gedir. Since that time-dan işarə vəzirləri məhz bu this, that-dən başlaya bilməz. 3-də gedir, varsa, 3-də getdi. Bundan sonra qaldıq 5 ilə 1 olanlara. Baxın, əgər cümlədə tarix, rəqəm, yer adı varsa, əsasən cümlə onunla başlayır. For example, in 1823, in Scotland, there lived a man whose name was Charles Mackintosh. Deməli, burada 1823-cü il Şotlandiyada bir nəfər yaşayırdı. Mackintosh adlı biri yaşayırdı. Bir nəfər yaşayırdı. Deməli, general bir cümlə ilə başlamaq lazım. Əgər birlə başlasa, spesifik bir cümləyə girmiş oluruq. Mackintosh rubberized his coat and it became waterproof. Bir Mackintosh deyir öz paltosunu rezinlə, yəni kauçukladı və onu su keçirməz elədi. Rezinlə əhatə eləmək. Rubberize, rubber sözü oradan gəlir. Yəni, rezinlə bürümək, əhatə eləmək. Bu düzgün gəlmir, axı bu artıq spesifik bir cümlə olmuş olur. Deməli, cümlə ilə 5-dən başlamalıdır. 5, belə bu şəkildə cümlə davam eləməlidir. Deməli, birincini artıq bildik. İndi bizə lazımdır sonuncu cümləmiz. Since that time, üçüncü 5 ilə 3 əsaslı burada. 5, 3. Ya eyri, ya iyidi. Deyir ki, since that time people have begun to call rubberized coats Mackintosh. Bu ola bilər. Qabağına baxaq. A lot of people liked it and asked Charles to rubberize their coats. 2-də it often olmaz. İyi getdi. Deməli, düzgün cavabımız elə var. Bir giriş, bir çıxış. Bu tip make-up cümlələrdə, storylərdə deməli, girişlə çıxış cümlələrdən tapmaq olur onu. Giriş, çıxış cümlələri nədirsə, ona uyğun tapırıq onları. Bu hər zaman belə olur. Introduction cümləsində, yəni orada giriş cümləsində topic sentence-lə concluding sentence-lərə uyğun biz make-up edirik əslində. Girişim biri var idi, biri yox idi. Çıxışım. Elə o vaxtdan bəri gördünüz artıq cümlə özünün yerinə tapdı. Oxumaya ehtiyac varmı? Yoxdur təbii ki. Düzgün cavabımız elə E variantı. Növbəti test tapşırığımız yenə gördüyünüz kimi vocabulary ilə bağlı bir sualdır. 9-cu sinifdəndir bunlar. Accompany her hard work with an award. Bir ki, şirkətdir onu deyir, bu əzmkar, yəni bu hard, çətin işini təltiflədir, bir awardla, mükafatla təqdir elədi. To recognize sözünün çox mənası var. Məsələn, bir mənası tanımaqdır. Belə, məsələn, normal tanımaq mənasından istifadə olunur. Yəni, onları tanımaq, bildiyimiz know mənası var. Bir mənası rəsmən tanımaqdır. Məsələn, diplomun tanınması bir ölkədə. Certify mənasından istifadə olunur. Recognize, certify, recognize, to get to know mənasında. Bir mənası isə bir şeyi qəbul eləmək, təqdir eləmək, məsələn, onun deyir o zəhmətkeş işini, ağır işini, çətin işini mükafatla təltif elədi, mükafatlandırdı, təqdir elədi. Bir mənası onun odur. The company recognized her hard work with an award. Bir mükafatla. Bunu deyə bilirik. We politely rica etdik, xahiş request a table by the window. Xahiş elədik. I called the office to soruşmaq üçün, to inquire whether the manager was available. Olub olmadığını soruşmaq üçün. Inquire. Baxın, bu I olanda soruşmaq olur, to ask. Amma I olanda soruşturma mənasında çox. Yəni, təhqiqat. Yəni, look into, investigate mənasında. Əslində, burada British American versiyaları da var. Məsələn, tutaq ki,
Amerikanlar yalnız bunu soruşdu, deməli, soruşmaq mənasında da, araşdırmaq mənasında sən ilə istifadə edirlər. Bu biraz versiya fərqi də var burada. USA, UK formatları var burada, amma burada sırf soruşmaq mənasında, araşdırma mənasında deyil. E, burada daha doğrusu soruşmaq, inquire. The teacher asked us to təkrarlamaq, revise. Burada review, revise eyni şeydir. Sadəcə review, revise British'tir, review American'dır. Düzgün cevabımız LS variantı. Geldik 27. sualımıza. İfademizde have a lot in common. Ortak bir tərəfi olmaq. Burada ortaklıqdan söhbət gedir. Yəni, e, məsələn, fikirdə ortaq olmaq, nəvəsi ortaq olmaq mənasında istifadə olunur. They share similar interests and experiences. Bənzər maraqları bölüşmək, ortaq tərəfləri olmaq mənasında. 29-cu sualımız. Such freshly made tea düzdür, artikla ehtiyac yox, çünki növündən söhbət getmir. Demir ki, hansı bir çay növüdür. Ümumiyyətcə də tazə hazırlanan çay. Quite a few unfilled in forms. Bu da doğrudur. A few-dan sonra cəmsim gəlməlidir. Quite a few bərabərdir many-yə bu arada. A wide range of heavy sleepers. A wide range of-dan sonra da mütləq cəmsim gəlməlidir. Sleepers. Heavy sleepers. Bu da doğrudur. Scores of cəmsim götürür. Old men doğrudur. 1, 2, 3, 4 D variantı olacaq. 30-da he hasn't taken bir kifayət qədərdir isti geyim götürməyib. He hasn't taken enough warm clothes to stand for such journey. Bu arada travel uncountable article götürmür, amma məsələn journey'dir, voyage'dir, cruise'dur, trip'dir, tour'dir. Heç ayıb. Bunlar hamısı xəbər tək sayıla bilən isim olduqlarına görə article istifadə olunur, amma travel uncountable article istifadə olunur. Such a long journey as her health is poor adjective olduğuna görə so poor deyəcəyik. Düzgün cavabımız elə B variantı olur. Enough warm clothes, such a long journey and so poor. Düzgün cavabımız elə B variantı olur. Bu 31-ci test tapşırığımız bizim sırf lüğət bazamızı ölçür. Yəni lüğət bazası mütləq inkişaf olunmalıdır burada. Which of the following is logically correct? Ümumiyyətcə sualın şərtində logically correct deyirsə, bilin ki, burada məntiqi olan bir şeydən söhbət gedir. Yəni orada qrammatik yox. Çünki grammatically correct deyəndə grammar based test. Amma logically correct deyirsə, orada artıq mütləq məntiqə köklənmək lazımdır. I don't like Fred. He seems to think only about himself, not about anyone else. Mən də Fred'i sevmirəm çünki yalnız öz haqqında düşünür, başqa heç kəs haqqında fikirləşmir. Çünki o nədir? Çünki o selfishdir, egoistdir. Selfish person. Selfish one. Egoist yəni. I told Emma not to divorce Hans. But she never listens to me. Mən Dilana'ya söyləmişdim Dan'la boşanmamasını. Ancaq desək məni dinləmir. Çünki o dikbaşdır. She is so stubborn. Stubborn. Oh, hell is impossible. 1 minute, bir dəqiqə. She says life is wonderful. Bir dəqiqə deyir ki, həyat möhtəşəmdir. The next, növbəti dəfə deyən dəqiqə yəni. She is in her room crying. Görürsən ki, otağına ağlayır deyir. Çünki o, she's moody person. Yəni, she is a moody person. Yəni, əhval ruhiyyəsində dəyişkən adamdır, moodydir. 1, yəni 3 doğrudur. Nothing seems to worry Brian. Burada deyir ki, görünür ki, deyir, Brian'e hiçbir şey narahat, yəni Brian narahat edən hiçbir şey yoxdur. Yəni, nothing seems to worry Brian. Yəni, onu narahat edən görünür ki, hiçbir şey yoxdur. Çünki o rahat adamdır. Oh, he's a very easygoing sort of guy. Çünki o çox rahat adam, yəni boş verində çox rahat adam. Easygoing person.
Easy going sözünün bir mənası asan yola gedəndir. Bir mənası rahat tiplər olur. Məsələn, rahat adam. He is a very easy going person. He never worries about anything. O çünki heç vaxt heç bir şeylə bağlı narahat olmur. Çünki rahat adam. Easy going'dir də, yəni rahat adamdır. Heç nəni nothing seems to worry him. Onu heç bir şey narahat eləmir. Düzgün cavab D variantı. Yeni uzlaşma ilə bağlı bir test tapşırığıdır. Hansı variant deyir? Yanlışdır. What are his reasons for not acting as requested? Biz demişik ki, deməli, what'dan sonra gələn ismi xəbərin ad hissəsi, yəni bu cəmdə olarsa, xəbər cəmdə olur. Çünki mübtədaya sual verilməyib. Burada ismi xəbərin ad hissəsinə sual verilir. What are his reasons? Burada reasons-a aiddir bu. Çünki unutmayasınız ki, to be what-la yox, ismi xəbərin ad hissəsi ilə özləşir. What is they yox, what are they olur. What are his reasons? To be də elə olur, qayda elədir to be də. Yəni o formada, e, yəni elə bu şəkildə istifadə olunur da. What are his reasons for not acting as requested? Deyə bilməzsiniz, what is reason? Reasons. It sounds so weird. Yəni çox qəribə səslənir də. What is reasons? What are reasons? Çünki orada reasons ismi xəbərin ad hissəsidir. Yəni o hissə ilə mütləq uzlaşmalı, orada agreement olmalıdır. Burada problem yoxdur. None are helpless because they ki burada istənilən halda are olacaq. Reckless driving and speeding ayrı-ayrı şeydən gedir. Burada iki ayrı-ayrı şeydən söhbət gedir. Çünki burada deyir ki, reckless driving, yəni ehtiyatsızlıq, yəni diqqətsiz sürücü və sürət. Yüksək sürətdən söhbət gedir bu. Reckless driving etinasızlıqdan və sürətdən söhbət gedir burada. Ayrı-ayrı şeydən söhbət gedir. Əlaqəsi yoxdur yəni iki şey bir şeylə. Xəbərlər və quality of is burada düzdür. One of the things that make, bu da ikinci tərəfə görə burada problem yoxdur. Burada da deməli the cost of which are, burada da problem yoxdur. Çünki cost-a görə which are olub. Cavab C variantı olur. Gəldik növbəti sualımıza. 33, yəni 33-cü sual. Yenə burada yanlış olan mübtəda xəbər uzlaşmasını deyir göstərin. Baxaq. To write well is an essential skill for professionals. To write. Bu nədir? Cümlənin mübtədasıdır və məstəridir. Qayda var ki, əgər cümlə məstərlə və ya gerundla başlayarsa, bu zaman mütləqdir ki, xəbər təkdə olmalıdır. Çünki gerund və məstər əvəz edildiyində itə bərabər olur. Sual verildiyində what-a bərabər olur. What elə itdir. It də elə what-dur. Odur ki, burada da to write well. What is an essential skill for professionals? Sual verirəm. To write well. Yaxşı yazmaq. Deməli, təkdə olan bir mübtədadır. Davam edək. That the two sides are willing to sit down and talk are a good sign. Əgər cümlə bağlayıcı ilə başlayıbsa, bu zaman bu mübtəda budaq cümləsi olur və mübtəda budaq cümlələrində xəbər əsasən təkdə olur. Xüsusilə də, ələxüsus bu cümlədə xəbər mütləqdir ki, təkdə olsun, çünki onun tərkibində olan sign təkdədir. Are a good sign, yox, is a good sign. Çünki bir şeydən söhbət, bir işarətdir deyil. O zaman xəbər təkdə olmalı. C variantında how much biz bilirik ki, əgər cümlə bağlayıcılarla və ya bağlayıcı sözlərlə başlayarsa, bu zaman bağlayıcı zərflər daha doğrusu. Bağlayıcı zərflərlə və ya bağlayıcılarla başlayarsa, mütləq şəkildə xəbəri biz təkdə veririk, amma yenə bəzi istisnalar xaric. Məsələn, how much we understand depends on our willingness to pursue knowledge. Burada yenə cümlənin mübtədasıdır. Həm də bu hissə budaq cümlə hesab olunur. Baxın bu hissə. Və belə olduğu halda mütləq şəkildə xəbər təkdə olmalı.
The jury are divided in their opinion. Biz bilirik ki, kollektiv isimlər, yəni qrup nəyanları xəbəri həm təkdə, həm cəmdə ola bilər. Are divided. Burada problem yoxdur. İ variantında dırnaqlar və ya i təlik yazılan headline'lar, film, əsər, kitab, serial, series. Yəni bunların hamısı xəbəri təkdə alır. Hard times, hard times. Bir nədir? Charles Dickens'in məşhur novelidir, romanıdır. 19-cu əsrə dayanan bir romandır. Hamınız yəqin bilirsiniz və oxumayanlara məsləhət görürəm. Çox möhtəşəm bir noveldır, həqiqətən. Sırf o dönəmin problemlərindən danışır. Yəni o dövrdə olan sosial və iqtisadi problemləri önə çəkən bir romandır. Hard Times by Charles Dickens. Yəni oxumağı məsləhət görürəm. Çox möhtəşəm bir, həm də burada istifadə olunan sözlər çox gözəl akademik sözlər var bu əsərdə. Ona görə də lüğət bazasını artıra bilər. Nəysə, düzgün səhv variantımız elə B variantı olur. That is. Getdik 34-cü sualımıza. Yenə demək uzlaşma ilə bağlı bir test tapşırığıdır. Gəlin davam eləyək. Statistics is feared by many a graduate student. Biz bilirik ki, sonu x ilə bitən sözlər elm fən adı kimi nəzərdə tutulursa, xəbər mütləqdir ki, təkdə olmalıdır. Amma bayaq dediyim kimi, phonetics, məsələn, statistics, sırf bu praktik bilik, yəni akademik yox, praktik bilik olaraq, yəni sırf artıq burada xüsusidən ümumiyə doğru irəliləmə var da. Belə olduğu halda isə, çünki praktik bilikdən söhbət gedir də, bu təcrübədən, yəni o sahə ilə bağlı təcrübədən danışan artıq xəbər təkdə olur. Burada təkdə olmalıdır, düzdür. B variantında əgər article, amma bu hər bir cümlə aidiyyatı yoxdur. Yəni hər gördüyünüzdə bu olmur. Məsələn, iki isim bir article-da ifadə olunursa və o iki isim bir peşəni bildirmə ehtimalı varsa, hər gördüyümüz aidiyyatı yoxdur. Məsələn, tutaq ki, məsələn, belə deyək də, elə bir peşə qoyaq ki, məsələn, deyək, müəllim və həkim. Bu mümkün deyil. Nə mənada? Məsələn, ingilis dili müəllimi ilə həkim. Bunun yəni ayrı-ayrı peşə olduğuna görə artıq fərqli peşələrdən danışır. Məsələn, burada amma tutaq ki, desək ki, şair və mütəfəkkir, thinker, düşünür, yəni mütəfəkkir deməkdir. Şair və mütəfəkkir ölüb, yəni ölüdür. Məsələn, burada yenə bu ola bilər. Həm şairdir, həm də mütəfəkkirdir. Çünki düşünür adam ki, şair olub da, düz deyil. Belə olduğu halda, məsələn, rəssam və yazıcı ola bilər. Yazıcı həm də rəssamdır. Düşür üst-üstə. Bu hər qaydaya aidiyyatı. Hər cümlə onun məsələn, tutaq ki, dənizçi ilə həkim bu mümkün deyil. Ya dənizçi olar bu adam, ya da ki, həkim olar. Yəni ki, üst-üstə düşə biləcək peşələr deyil. Odur ki, yəni mümkün deyil artıq burada deyək ki, hə, iki peşə bir peşəni, yəni bir nəfər iki peşə daşıyıcısıdır. Bu hər peşə aidiyyatı yoxdur. Burada amma yaşam şərtləri, burada normal deyə bilərsiniz ki, mənim cümlə ing ilə başlayıb xəbər təkdə olmalıdır. Xeyr, buradakı ing təyin eləyir onu, P1-dır. Burada əsas söz conditions sözüdür. Və xəbər ona görə təkdə yox, cəmdə olmalıdır. Belə olmalı idi. Conditions were much worse than. Each əgər ki, mübtədanın əlavəsi olarsa, yəni sağda gələrsə xəbərcəmdə, solda gələrsə, bu zaman of-la gəlir, o zaman xəbər təkdə olur. Məsələn, each of the girls is olur. Amma desəm ki, the girls each, onda xəbər cəmdə olur. Çünki burada artıq əvəzlik yox, mübtədanın positive, yəni əlavəsi yerində olur. Burada da məsələn, participants who were sitting, burada da məsələn, təyin budaq cümləsi olduğuna görə xəbər cəmdə olmalıdır. One of, who ilə işlənəndə xəbər cəmdə olur. Düzgün səhv variantımız C variantı olur.
Dərslikdən definition testləridir. Messy, untidy, dirty, səliqəsiz, 1 Irrelevant, uyğunsuz, not relevant, 2 Rude, not polite, 3 Intensive, hard work deməkdir də. A lot of work, yəni intensiv olan. Evolving a lot of work or activity done in a short time. Deməli, EACB B variantı. Getdik. Düzgün variantı seçimdə. I'm afraid Tom is not old enough to open a bank account. Təəssüf ki, deyir, Tom bir bank hesabı açmaq üçün kifayət qədər yaşı yoxdur. Deməli, olduqca gəncdir deməkdir burada. I'm afraid Tom is too young to open a bank account. Bir də düzdür, burada problem yoxdur. We left school too late to catch the 9 o'clock train. Biz deyir, həddindən çox gec məktəbdən çıxdıq. Kifayət qədər vaxtımız var deyə bilməz bu. Bu ola bilməz. We had enough time. Bu həm qayda, həm də məntiq testidir bu arada. Burada həddindən çox erkən çıxdıq deməli idi. Gec çıxdıq yox, erkən olmalıydı burada. I was never allowed to stay the night at a friend's house. Mən heç vaxt deyir, icazə verilməyib deyir. Yəni, dostumun evində gecəliyim. My parents never let me stay the night at a friend's house. Bu düzdür. Stop eating chocolate. Bir chocolate, yəni yeməyi saxla, əks halda onun aludəçisi olacaqsan. Və burada deyir ki, yaxşı olar ki, daha çox yeyəsən. Aludəçisi olmaman üçün. You had better not eat more. Yaxşı olar ki, yeməyəsən olar burada. İnkar da verməli. In some countries, you cannot ride a bike on a motorway. Bəzi ölkələrdə deyir, siz velosiped sürə bilməzsiniz. Şos ana yolda yəni. In some countries you are not allowed. You are not allowed olmalıdır burada. You are not allowed to ride a bike on a motorway. Düzgün variantımız 1-3 D variantı. Yenə oxuyub anlama və qaydanın bir-biri ilə vəhdət təşkil etdiyi mükəmməl bir suallardan biridir. She's afraid when it comes to going to the dentist. Deyir, diş həkiminə getmək gəldiyində o hər zaman qorxur. Yəni, məsələ nə zaman ki, diş həkimidir, qorxur deyir. Yəni, nədən qorxur? Diş həkiminə getməkdən qorxur. Budur məsələ. Çünki doğrudan qorxar. She's a really coward. Doğrudan da qorxaq adamdır. Bu düzdür. Burada problem yoxdur. Yəni, bunu götürə bilərik. Burada həm bizim məntiqimiz, həm oxuyub anlamamız, həm də vocabulary hissəmiz yoxlanılır. Employees were urged to evacuate their offices. Deməli, işçilər ofislərini tərk etmələri tövsiyə edildi. Urged olundu. There was no need, əksinə, there was need for employees to leave the office. Bu belə olmalıydı. The singer was not successful. Müğənni müvəffəqiyyət, yəni belə deyək də, uğurlu olmadı. Yəni uğur qazana bilmədi. Yəni müğənni öz performansı deyək də, yəni uğur qazana bilmədi. Niyə? Yəni bunu necə aça bilərik? Belə aça bilərik ki, she gave a poor performance. Pis bir performans, yəni çox zəifdir. Bunun ən doğrusu zəifdir. Zəif performans sərgilədi. Yəni başarılı olmadı da, yəni uğur göstərmədi. 1-3 ona görə düzgün oldu. 4-də all my efforts ended in failure. Bütün cəhdlərim uğursuz oldu. I was not successful. Uğur qazana bilmədim. Computers are very important in our lives. Kompüterlər həyatımız önəmlidir. Even in small companies, they are essential tool. Hətta kiçik şirkətlərdə belə onlar önəmli bir vasitədir. Alətdir. 1, 3, 5 elə C variantı olacaqdır. Oxuyub anlamanı yoxlayan bir test tapşırıq. Qrammatika ilə bağlı bir test tapşırığımız var. Biz bilirik ki, xüsusi isimlərdən qabaq kəmiyyət ifadə edən söz gələ bilər, amma o halda gələ bilər ki, kəmiyyət ifadə edən sözlər
mütləq ovla işlənsin. Yeganə halfdır ki, ov olmadan da istifadə oluna bilir. Yəni biz belə istifadə edə bilərik də, deyə bilərik ki, the whole of, much of, half ehtiyac yoxdur. Ola da bilər, olmaya da bilər. Hər iki hal təkcə half sözündə belədir. Ova ehtiyac yoxdur, ola da bilər, olmaya da bilər. Gəldi 40-cı sual. Yiyəlikdən sonra gələn isim əvvəldə gələn isimə bütövlükdə aid olduğuna görə bu təkdədir. Burada artıq cəm şəkilçisi artıqdır, təkdə olmalı idi. Is olmalı idi burada. Is a hero. Belə yəni bu formada olmalı. Təkdə olmalıdır. Burada təkdədir, yenə təkdədir, təkdə olmalı idi. Heroines yox. Ehtiyac yoxdur, təkdə olmalıdır. Çünki təkdədir. Çünki biz yiyəlik haldan sonra gələn isim yiyəlik ə, yiyəlik haldan sonra gələn isim əvvəldəki isimlərə bütövlükdə aiddir. Yəni hər ikisinin xalası bebisidir. Ona görə təkdə olan bir isimdir. Bu da təkdə olmalı idi. Ehtiyac yoxdur yəni buna. Burada yenə aunt qadın cinsidir. Burada qadın cinsi şəkilçisi olmalı idi. Heroine formasında. Çünki bu hero təkdə olan bir isimdir. Belə olmalıdır əslində. Is Leo and Sarah's uncle known as a hero? Hero. Burada ama aunt'dırsa heroine. Heroine olmalıdır ama hero kişi cinsidir. Heroine, I-N-E qadın cinsi düzəldən şəkilçisi ola bilməz yəni. Bu da düzgün deyil. Sons cəmdədir. Ona görə də hero yox, heroes. Heroes olmalıdır burada. Diqqət yetirmək lazım buna. Yəni necə olmalıdır? Belə olmalıdır. Sons cəmdə olduğuna görə heroes, yəni heroes bu. Hero, heroes, hero, heroes. Heroine, heroines formasında olur da bu formada işlənir. Gəldik Y variantına. Are the daughters of Sarah and Mike's grandparents known as heroines? Bu düzdür. Burada problem yoxdur. Çünki daughters deyil bu. Daughters, heroines. Daughters, heroines. Burada problem yoxdur. Heroines, heroes. Heroines, heroes. Və bunlara diqqət yetirmək lazımdır.